Ümumiyyətlə gəldik və elə sualım birinci sizədir. Necə oldu ki, fikrinizə gəldi məhz bunu elə Dünya TV-də olaraq yayımlamaq? Günortuz xeyir. Əvvəlcə müəllimlərimizi, sinif yoldaşlarımızı təbrik edirəm. Necə oldu deyəndə İqballa məsləhətləşdik. İqbal da getdik. Uşaqlarla da məsləhətləşdik. Hamısı da Dünya TV-yə. Təşəkkür edirəm. Çox sağ olun. Buyurun İqbal müəllim, siz də yəqin ki, ürək sözləriniz var. Əvvəla mən bura gələn qonaqları, müəllimlərimizi, əziz müəllimlərimizi, sinif yoldaşlarımızı hamısını təbrik edirəm. Dəyərli vaxtlarını ayırırlar. Çox sağ olsunlar, bizi sahib gəliblər. Bütün kollektivimizi təbrik edirəm. Allah ömrü versin, canımıza dəyməsin. 35 illiyimizi, 40 illiyimizi belə keçirək. Təşəkkür edirəm və Azərbaycandan kənarda yaşayan bir həmyerlimiz var ki, həqiqətən də biz onunla çox fəxr edirik. Elə mən bugün o insanla tanış olsam da çox alicənab, xeyirxah, çox yaxşı bir insandır. Həqiqətən var olsun Azərbaycanımızın bax belə oğlanları, hansı ki 30 il öncəki bir sinifdə oxuduğu, bax elə öz sinif yoldaşlarına bu jesti etdi. Yəni belə deyək ki, təşkilatçılığın ən böyüyünü elə bizim Təzəxan müəllimimiz etdi. Azərbaycanımızı Azərbaycandan kənarda yaşayıb və çox gözəl təmsil edir. Biz belə insanlarla hər zaman fəxr edirik. Bir daha fürsətdən istifadə edib deyirəm ki, xoş gəlmişsiniz Azərbaycana Təzəxan müəllim. Buyurun. Çox sağ olun, minnətdaram. Mən bir daha yoldaşlarımın təbriklərinə qoşuluram. Bugün iştirak edən müəllim kollektivini ən əvvəl salamlayıram. Sonra sinif yoldaşlarımızı, bu günləri bacı qardaşlarımı bir daha salamlayıram, xoş gəldim deyirəm. Bəli, mən bugün xüsusi qeyd eləmək istəyirəm bizim əziz, hörmətli müəllimlərimizin zəhmətlərin, onların o qayğıların, onların bizim üçün nə qədər əzab-əziyyət çəkiblərsə, mən onların o əziyyət, o zəhmətlərinə görə çox minnətdaram sizə, əziz müəllimlərimiz. Çox sağ olun. Bugün Narınc xanım çox ürəklə qeyd elədi. Əslində mən elə bir reklamı tərəfdarı deyiləm. Amma bugünkü gün bu yerə gəlib çaxmaqda hamımız bilirik ki, çoxları artıq babadılar, nənədilər bizim sinif yoldaşlarımız və öz ayağımızın üstündə durmağımıza sizin böyük zəhmətləriniz olub, böyük köməkləriniz olub. İndi həmin illəri xatırlayanda adam başa düşür ki, nə qədər siz zəhmət çəkmişsiniz bizimlə. Mən sizə minnətdaram. Sonra qaldı ki, mən bugün hörmət əlaməti olaraq bizim bir sinif yoldaşımız rəhmətə gedib, kəndimizin şəhidləri var və müəllimlərimiz dünyasını dəyişiblər. Onların xatirəsini əziz tutaraq, xahiş edirəm hamı dursun, bir dəqiqəlik sükutla yad edək. Bir də müəllimlərimiz üçün bir şeir hazırlamışıq. Vallahi sizin zəhmətiniz o qədər böyüdür, sözlə heç cür biz ifadə edə bilmirik. İlqarla Fatimə xanım bura gəlsinlər, müəllimləriniz üçün şeir hazırlayıblar, onu desinlər. Buyurun, gəlin. Bizim Göyçöl kəndinin gözəl, gənc uşaqları var ki, mən inanıram ki, gələcəkdə onlar da Göyçölü çox gözəl tanıdacaqlar Azərbaycanımıza və Azərbaycandan kənarda. İndi birinci hansınız demək istəyirsiniz şeiri? Yəqin ki, xanıma verərsiniz də, bəli. Buyur. Müəllimdən öyrəndik oxumağı, yazmağı, qəlbimizin səsinə hər an qulaq asmağı. O yeni həyat verir hər kəlməyə, hər sözə, yerin göyün sirrini odur öyrədən bizə. Müəllim göstərir ki, nə əyridir, nə düzdür. O bizə ləyaqətlə yaşamağı öyrədir. Hamını sevdirir o. Nəsillərə paylayır gözlərinin nurunu, ən çətin anda belə itirmir qürurunu.
Şagirdlərə bölür o qazandığı varını, qoymar qitirə o bizə etibarını. Əziz müəllimimin qayğı yağır gözündən. Qayğı yağır gözündən. Yadımdan. Dediyim kimi və elə həmin illərdə bu məktəbin direktoru, həmin illərdə elə ibtidai sinif müəllimləri olub ki, indi elə müəllimlər özü dəvət edəcək. Buyurun. Biz bu günləri çox hörmətli ibtidai sinif müəllimlərimizi, Olaxan müəllimi, Rəfiqə müəlliməni bura dəvət edirik. Zəhmət olmasa. Bir də həmən dövrdə, bizim oxuduğumuz dövrdə məktəbimizin direktoru olmuş Emrağa müəllimi də dəvət edirik. Çox sağ olun. Buyurun müəllim, gəlin. Bayaq siz öz ürək sözlərinizi dediniz, amma indi yenə də söyləmənizi sizdən xahiş edirəm. Buyurun, buyurun, keçin bura. Buyurun, gəlin müəllim, gəlin. Rəfiqə müəllimə, salam. Necəsiz ay müəllimə? Yaxşı olasınız, yaxşı olasınız. Müəllim, gəlin elə bax, siz mənim sağ tərəfimdə dayanın, zəhmət olmasa. Bayaq siz ürək sözlərinizi dediniz, amma açıq üçün yenə də sizə söz veririk. Buyurun. Əvvəla bütün 30 illiyə gələn şagirdlərimi ürəkdən təbrik edirəm. Mən belə arzulayıram ki, hər yerdə olursa olsun, toplaşıb bir yerdə 50 illiyi, 60 illiyə keçirdəsiniz. Sizə uzun ömür, can sağlığı arzulayıram. Mən sizə öz qəlbimi müəllim kimi yox, öz valideyn kimi vermişəm. Sizi istədiyimiz yerə aparmışam. 2 dəfə Sovet və Qəhrəmani Həzrət Aslanım ev muzeyinə, parkına, dənizsənə ancaq mən aparmışam. Sizə öz ürək sözlərimi deməyə çoxdur. Ancaq bu qədər burada söz deyiləcək ki, qorxuram, ona vaxt çatmıyor. İcazə versəniz, bir dənə bunlar üçün. İcazə versəniz. Mən kiməm? Bir oğlu 2 ananın, arxası dar gündə məni ananın, şeirimdir, sövqatı qoşa sonanım, mənim ləkaranım, mənim masallım. Ən şirin layladır, neçə yol. Burada şirin quyu, orada gərək çöl. Qoşa qanadımdır, doğma qoşa yol, mənim ləkaranım, mənim masallım. Alqışlar gəlsin, alqışlar. Elə Qayacöl kəndinin bir müəlliməsi də var ki, hər birinin xatirəsində çox xoş xatirələrlə qalıb. O da Rəfiqə xanım. Buyurun Rəfiqə xanım. Mən də 30 il bundan qabaq məktəbi bitirmiş məzunları təbrik edirəm. O gün olsun, onların 100 illiyin keçirsinlər. Çox xoş gəliblər, safa gətiriblər. Canları sağ olsun ki, gəlib çıxıblar. 30 illiklərin keçirdirlər. Sağ olsunlar. Təşəkkür edirəm. Allah sizə də can sağlığı versin. Mən deyirəm, mən bunu hər zaman söyləyirəm. Yəqin ki, bütün izləyicilərimiz, elə burada olan qonaqlar da mənimlə şərik olar ki, bizim həyatımızda müəllimlərin rolü çox böyükdür. Mən hər birinin əllərindən öpürəm, qarşılarında baş əyirəm və istərdim ki, elə bax 30 il öncə məktəbdə direktor vəzifəsində çalışan, bayaq mən sizə demişdim, müəllim bizə ürək sözlərini danışmışdı. Amma yenə də mütləq ona söz verməliyik ki, bax elə bu məclisimizin açılışını etsin. Buyurun müəllim. Sağ olun. Mən məclisdə olan hamıya salam verirəm. Məndən böyüklərin qarşısında baş əyirəm. Məndən işləmişlərə uzun ömür, can sağlığı arzulayıram. Mənim şagirdlərimə bir şeir, bir sətrin demək istəyirəm. Deyir, al qabağın nəfsinin, aldatmasın şeytan səni. Ömər Xəyyam deyib ki, pulun çox oldu, ged qəbirstanlığa. Gör yenən ki, axırın haradır. Pulun olmadı, yenə də ged qəbirstanlığa.
gör səndən də çətin vəziyyətdə yatanlar var. Müəllim Allahın göndərdiyi bir nurdur. O 60 volt da ola bilər, 100 volt da, 150 volt da, 200 volt da. Müəllim Allahın göndərdiyi yağışdır. Yağış bağa yağanda gül, çiçək olar, dağa yağanda tikan olar. Müəllim bir təmənnasız, bir fərq qoymayan bir adamdır. İntihası, mən bundan sonra müəllim işləyəcəklərə üzümü tutub deyirəm. Müəllimi uşaq müəllimə yox, müəllim uşağa uyğunlaşmalıdır. Şagirdlərin xarakteri müxtəlifdir. Müxtəlif evlərdən gəlirlər. Mən çox fəxr eləyirəm ki, 30 il bundan qabağa üzlərin öpüb, alınlarından öpüb, yola saldığım, sağımda duran və önümdə duran şagirdlərlə indi bir yerdəyəm. Mən 72 müəllimin xidmətçisi olmuşam, xeyli müddət. Amma bu kətdən çox şey öyrənmişəm. Onu demək istəyirəm ki, Gəlçöl masallının neginidir. Negin üzüyün qaşıdır. Üzüy qızıldan olanda onun qaşı çox qiymətli olur. Ona görə ki, Gəlçöllərin tərəzisini bazarda çəkməyiblər. Dügüsün, xiyarın, o bir apardığı məhsulları, bunların etibarına görə, düzlüyünə görə. Mən istərdim ki, mənim üzün tutub dediyim mənim şagirdlərim bundan sonra həmən etibarı doğrulsunlar, harada onlar olsunlar. Mən çox sevinirəm ki, bugün mənim bir az da olsa zəhmətim olan şagirdlər indi məndən çiyin-çiyinədir. Onlara uğurlar arzulayıram. Ailə xoşbəxtliyi, qoy ailələrinin yanında xəcalətdə qalmasınlar. Sağ olun. Təşəkkür edirik, çox sağ olun. Təzəxan müəllim, siz gəlin mənim yanıma. Çox gözəl jestdir mənim fikrimcə. Mən bir daha sizə can sağlığı arzu edirəm. Təzəxan müəllim, Allah sizi kimi bizim vətənpərvər oğullarımızı Azərbaycan xalqına çox görməsin. Gəlçöl məktəbinin 30 il öncəki məzunu artıq indi öz müəllimlərini hədiyyələrlə sevindirir. Buyurun. Çox sağ olun. Mən burada qeyd etmək istəyirəm ki, bizim Olaxan Niftev Olaxan müəllimin bu il 80 illiyi tamam olur. Və bu yubiley münasibəti ilə də sizi təbrik edirik və hədiyyələrinizi təqdim edirik. Çox sağ olun, mən də öz növbəmdə sizi təbrik edirəm. Allah sizi var eləsin. Allah sizin canınızı sağ eləsin. Sizə sağlam, uzun ömür arzu edir. Rəfiqə xanım, təşəkkür edirəm sizə. Nə yaxşı ki varsınız. Çox sağ olun. Sağ olun. Allah sizdən razı olsun ki, gəlib bu çəkilişi eləmişsiniz. Çox sağ olun. Amma simanızdan bilir ki, çox ciddi müəllim olmuşsa. Çox ciddi müəllim olmuşsa. Bəlkə səhv edirəm. Düzdür? Hə, bax gördüm. Simasından bildim ki, tir-tir əsmisiniz görəndə Rəfiqə müəlliməni. Aha, artıq bizim istərdim ki, digər qonaqlarımız da var ki, onları dəvət edək. Elə 1987-ci ildə sinif rəhbəri olmuş Heybət müəllimi, Cəfər müəllimi, Musa Bala müəllim, Ramiz müəllim, Valih müəllim istəyirəm ki, gəlsinlər artıq. Onlar da öz ürək sözlərini desinlər. Buyurun, gəlin. Buyurun, buyurun. Hər biriniz gəldi yəqin ki. Təzəxan müəllim, bax bu müəllimlərin ətrafında özünüzü görmək, yenə də həyəcanlanırsınız müəllimlərinizi görəndə. Sizə dəqiq istəyirsə deyim, mən o qədər özümü güclü hesab edirəm ki, bunların ətrafında. Baxmayaraq ki, biz müasir dövrdə bunların zəhmətlərin lazım olan qədər, imkanımız qədər qaldırmışıq, hara lazımdır. Elə yerlər aparıb çıxartmışıq ki, baxmayaraq biz bunlarsız çox çətindir bizə və özümüzü çox yumraq, rahat, güclü hesab edirik. Sağ olsunlar. Müəllim, sizə söz vermək istəyirəm. Buyurun, öz tələbələrinizi, öz ürək sözlərinizi deyin.
Çox sağ olun. Birinci bu Dünya TV çox baxımlı kanaldır. Allah onların canı salamat eləsin. Rəhbərliyinə, oranın üzvlərinə, iştirakçılarına, xidmətçilərinə, hamısına təşəkkürümü bildirirəm ki, gəlib bu kətdə bizim məzunları, bizim məktəbi, müəllimlərimizi işıqlandırırlar. İkincisi, 30 il bundan qabaq, 10-cu il qutaran bu məzunları təbrik edirəm. Onlar yaxşı şagirdlərdir. Allah canlarını salamat eləsin. O Bəxtiyar Vahabzadənin bir sözü var, deyir, nəsil nəsihətdir el sözü, söz yerinə yaxşı çata yerində. Söz yerinə yaxşı çata yerində, qəlbdən gələn qəlb odunu söndürər, başdan gələn başa bata yerində. Bunlar qabil şagirdlərdir. Bizim ustad müəllimlərimiz vardı, Allah onları rəhmət eləsin, qalanların canı salamat eləsin. Nə cür təlim, tərbiyə, göstəriş veriblərsə, bunlar əməl, bütün sahələrdə bunlar özlərini doğruldular. Ona görə bunlara öz minnətdarlığımı bildirirəm. Bu günləri bunların elələri var, öz övladları ilə demirəm, nəvələri ilə gəliblər. Arzum bunlara nədir? Elə bir gün olsun 40 illik, 35 illik, 50 illərində nəticələri ilə gəlsinlər. Müəllimləri ilə, istədikləri ilə yubileylərin qeyd eləsinlər. Hamıza uğurlar arzulayıram. Təşəkkür edirəm, çox sağ olun. Və mən bunu lentə almayacağım, amma soruşmaq istəyərdim. Təzəxan müəllim, mənim üçün çox maraqlıdır. Mən özüm də təbii ki, pionirə gəldim, çıxdım, amma komsomol olmadım. O vaxtlar müəllimlər uşaqları döyürdü. Ən çox şagirdləri döyən müəllim, bax bunların içində hansı idi? Elələrin yığmışsınlar, heç bir adamda döyəm dördü. Hamısı öyrətməyə, nə bilim, çalışırlar ki, nəsə örgənək, nəsə bilək. Çox gözəl insanlarım. Uşaqlara təsdiq edir. Kim dursun, əgər mən düz demirəmsə, onlar desinlər. Bunlar adamıza döyən dördülər. Demək, Ramiz müəllim, uşaqları döyən olub, alqışlar istəyirəm. Bəli, buyurun müəllim, siz də ürək sözünüzü deyin. Çox sağ olun ki, bizə söz verdiniz. Mən özümü xoşbəxt hiss edirəm ki, 30 il bundan qabaq həyata pərvəzlandırdığım balalar, indi hamısı mənimlə bərabər ailə sahibləri, iş sahibləri və bu məni sevindirir. Düzünü deyim ki, məni dəvət olunanda bir neçə gün qabaqdan mənə xəbər gəldi, lap biraz qabaqdan ki, müəllim burada olacaqsan, dedim, buradayam. Sonra ki, sizi orada görmək istəyirik. Mən belə sevindim, ancaq çox fikirləşirdim, uşaqların çoxunu mənim sinifimdə, 11 sinifdə oxuyan uşaqların bəziləri tamamilə yadıma gəlirdi, kimlərdir. Çoxunsa yadıma gəlmir. Qızlar da məni bağışlasın, mənim balalarım. Çoxunsa burada bir neçə nəfərdən soruşub öyrəndim, bunlar kimdir. İndinin özündə də mən indi sonra sizinlə yaxınlaşacağım, öyrənəcəm mənim hansı balamdır. Ancaq çoxu yadımda deyir. Ona görə üzr istəyirəm. Həyat bizi hərəmizi bir tərəfə tullayıb, hər bir tərəfdə özünün ailəsini, uşaqlarını, nəvələrini başlayıb dolandırmağa. Mən ona görə uşaqlarımın çoxu mənim yadımdan çıxıb. Bu 30 il az ömür deyir. Mən sevindim ki, bunları görürəm. Görəndə bunların siri sifəti hamısı şavaqlıdır. Deyirəm, Allaha çox şükür ki, bunlar yaxşı yaşayırlar. Həyatda öz yerlərini tapıblar. Oğlan balalarım da o qismidə. Mən bunların hamısına bala deməyə ixtiyarım çatır. Çünki mən özüm babıyam. Bunların da çoxu, balalarımın da çoxu indi bildiyimə görə, öyrəndiyimə görə babadılar. Və özləri də həmən səviyyədə keçmiş, mən düz deyirəm, indi bizim cəmiyyətimiz biraz da inkişaf etmişdir. Ancaq 30 il bundan qabaq biz balalarımıza dərin tərbiyə verə bilirdik. İndi istəyirəm ki, mənim də bu övladlarım öz balalarına belə tərbiyə versinlər ki, onlar da gələcəkdə özlərinin yoldaşlarını axtarıb tapsınlar, müəllimlərini axtarıb tapsınlar. Ona görə sizə minnətdaram ki, bir-birinizi axtarıb tapmışsınız, müəllimlərinizi axtarıb tapmışsınız, onlarla bir yerdə şənlənmək istəmişsiniz, öz dərdlərinizi bölmək istəmişsiniz. Ona görə mənim şagirdlərimə hamıza təşəkkür edirəm. Mən fəxr edirəm ki, bugün sizinləyəm. Sağ olun. Təşəkkür edirəm, çox sağ olun. Buyurun müəllim, buyurun. Çox sağ olun. Bugün ancaq ürək sözləri deyilən gündür. Böyük şairimiz Bəxtiyar Vahabzadə belə demişdir. Şirin olur, gözəl olur, ürəklərdə bişəndə söz. Neçə illərdən bəri ürəyimizdə bişirdiyimiz sözləri sizlərə ithaf edirəm. Mənim əziz məzunlarım, 30 il bundan qabaq Rus dili dərsi dediyim şagirdlər, qızlar, oğlanlar,
İndi sizə baxıb fəxr hissi keçirdirəm. Müəllim yoldaşlarımı da gördüyümə görə çox şadam. Allah Taala'dan sizə ancaq və ancaq can sağlığı, həyatda uğurlar arzulayıram. Bir də ki, bunu təşkil edən oğullar, təzəxana, Allah can sağlığı versin deyirəm. Onun bir dənə balasının böyük məclisinə yığışaq. Onun da şad günlərində iştirak eləyək. Çox sağ olun, təşəkkür edirəm Gəlçöl kəndinin müəllimlərinə. Həqiqətən də çox qürur vericidir. Nə yaxşı ki, sizlər hər biri bugün bizimləsiz. Vallahi insan, nə bilim, bu saatları, bu anları, bu dəqiqələri heç nəyə dəyişməməlidir məncə. Elə müəllim, gəlin sizə də söz verək. Mən də xanım, 3 gün bundan qabaq olardı, Salyanda olarkən bizim telefon bağlantımız oldu. Bir dəfə xatırlayacaq ki, bəzən əlaqə elədi bizimlə. Mən də səbəbkarları, məzunları, hansı ki, bunların məclisinə yığışmışıq. Bunlara göz aydınlığı verirəm ki, bunlara təbrik edirəm ki, hamı bir yerə yığışıb. Dünənləri, yəni ki, həmən 30 il bundan qabaq, ay oğlan, ay qız dediyimizlər. İndi qızlarımız nənə olub, ana olub, oğlanlarımız ata olub, baba olub deyil. Sizə can sağlığı arzu edirəm. Sonra Təzəxan müəllim, düzdür, təşkilatçısınız, amma kətdə sizi təmsil edən, sizin etibarınızı, etimadınızı doğruldan Vəlcana da mən xüsusi olaraq can sağlığı arzu edirəm. Böyük təşkilatçıdır, gözümlü oğlandır, yəni hər sözə, söhbətə gözən oğlandır. Can sağlığı, sağ olun, dəvət eləmişsiniz bizi. Allah sizə var eləsin. Gün o gün olsun, 50 il, 100 keçirilsin. Birinci sizi qoyun bunu bu qədəmi. Salamatlıq olsun. Hamısı iştirak eləsin bir nəfər kimi. İtki olmasın. Can sağlığı ilə, sağ olun. Təşəkkür edirəm hər birinizə. Çox sağ olun. Əziz müəllimlərimiz, buyurun əyləşin. Və Təzəxan müəllim, siz gəlin. Elə siz mənimlə axıra qədər bəlkə veriliş aparasınız inşallah. Çünki siz mənə lazımsınız, sizsiz olmur. Allah canınızı sağ eləsin bir daha. Və mən istərdim ki, elə Gəlçöl məktəbinin direktoru Vasif müəllimi dəvət edək. O da ürək sözlərini desin. Nə deyirsiniz? Məsləhətdir. Zəhmət olmasa Vasif müəllim. Siz dəvət edirik. Bəli, buyurun gəlin. Alqış istəyirəm Vasif müəllimin şərəfinə. Həqiqətən də direktor olmaq çox məsuliyyətli bir işdir. Buyurun müəllim, bir daha sizə söz verək. Öz ürək sözünüzü deyin, elə hamı burada toplaşmışkən. Xanım, çox sağ olun. Mən bir daha burada iştirak edən bizim də müəllimlərimiz olmuş. Yəni, müəllimlər hamısını salamlayıram. 30 il bundan öncə bu xoş xatirələrə, qayğısız xatirələrə bizim özümüzlə qaytardığına görə bu işin, bu məclisin təşkilatçılarına minnətdarlığımı bildirirəm. Sonra şübhəsiz ki, sizin də zəhmətiniz az deyil burada. Dünya TV-nin bütün əməkdaşlarına, məktəbin pedagojik kollektiv adından sağ ol deyirəm. Məzunlar, sizə bir daha sağ ol deyirəm məktəbə etdiyiniz hədiyyəyə görə. Bunlar məktəbə də hədiyyəsiz gəlməmişdilər, yəni məktəbə də hədiyyə elədilər, sağ olsunlar. Sağ olun, var olun. Mustafa Alan mənim demişkən, Allah o ömrü bizə də sizə də versin ki, 50 illikdə belə bir gözəl məclisdə yığışaq. Sağ olun xanım. Təşəkkür edirəm. Çox sağ olun. Vasif müəllimi alqışlarla yola salaq və dəyərli izləyicilərimiz, bildiyiniz kimi musiqi elə bir qüvvədir ki, hələ bütün xalqlarda, bütün dövlətlərdə demək olar ki, musiqinin ecazkar qüvvəsini hərə bir cür qiymətləndirir, yəni müxtəlif yanaşmalar olur. Amma hər bir xalqın öz musiqisi var, hər bir xalqın özünə məxsus musiqisi var. Baxın, elə musiqilər var ki, həmin xalqın dilini biz bilməsək də o musiqiləri gözəl qavrayır və demək olur ki, xalqlar arasında ümumi bir dildir musiqi. Və irəliləyən dəqiqələrdə bizim gözəl musiqilərimiz olacaq. Təbii ki, Mehmanın müşayiəti ilə. Mehman, sən də xoş gəlmişsən. Dünya TV-də yayımlanan qonağım var verilişinə. Mən bir daha sənə təşəkkür edirəm və mən hər birinizə gözəl istirahət arzulayıram, Təzəxan müəllim. İnşallah indi musiqili qonaqlarınız da gələr və mən sizə bir daha çox sağ ol deyirəm. Nə yaxşı ki varsınız, nə yaxşı ki sizi kimi oğullarımız var. Təşəkkür edirəm. Çox sağ olun.
Buyurun. Və elə mən istərdim ki, elə burada sizin gözəl məclisinizdə Cənubun sevimlisi olan Xansöyün müəllimin oğlu İlham Xansöyün oğlu buradadır. Elə ilk açılışı verək İlhama. İlham, gəl zəhmət olmasa. Gəl gözəl mahnılarından birini səsləndir. Artıq hər kəs rəqs etsin. Çünki sözlərimizi dedik, rəsmi hissələr oldu, məktəbdə çəkilişlər etdik. Demək olar ki, Azərbaycanımızın gözəl teamlarından datdıq. Artıq nəyin yeridir? Musiqinin yeridir. İlham, bir daha xoş gəlmisən. İlham təsadüfən gəlib bura bugün. Mənim istəyimlə gəldi və elə mən istərdim ki, İlhamla da gözəl bir açılış edək. Xoş gəlmisən İlham. Çox sağ olun Arıc xanım. Hər vaxtınız xeyirli olsun, əziz və hörmətli qonaqlar. Müəllimlər, sizi salamlayıram və təbrik edirəm. Allahdan arzu edirəm ki, 100 illiyinizi inşallah qeyd eləyəsiniz. Bir alqışlar gəlsin, özümüzü alqışlayaq. Mən vəzifəsindən, tutduğu vəzifədən asılı olmayaraq hamını öz müəllimlərinə borclu sayıram. Biz hamımız müəllimlərimizə borcluyuq. Bir qısa muğam parçası oxuyacağım. Ondan sonra çox hörmətli müəllimləri salamlayıram. Və müəllimlərin şərəfinə bir balaca muğam parçası oxuyayım. Ondan sonra şən mahnılarla rəqslərimiz davam edəcək. Dərsində səs salıb incitdim səni, bir də səs salmaram, ay müəllim bağışla məni. Dərsində səs salıb incitdim səni, bir də səs salmaram, ay müəllim bağışla məni. Həmişə etdiyim bir qələti mən, bir də qaytarmaram, bağışla məni. Eşq olsun müəllimlərimizə. Oxumağı, yazmağı sən mənə öyrətmisən, sən mənə öyrətmisən. Oxumağı, yazmağı sən mənə öyrətmisən. Doğma vətən sözlü qəlbimə nəqş etmisən. Zəhmətimi çəkmisən, ay müəllim. Neçə bahar, neçə qış, o gümüşü saçların bəlkə yoldan ağarır, bəlkə yoldan ağarır, bəlkə yoldan ağarır. Sən şamsən əgər, qərbanın olum, aşıqsən əgər, divanın olum. Sən şamsən əgər, qərbanın olum, aşıqsən əgər, divanın olum. Dələk olsan əgər, hayincin olum, dökülüm qəlbinə, sevgincin olum. Sən olsan əgər, qərbanın olum, dolanım başına, mehmanın olum. Sən şamsən əgər, qərbanın olum, aşıqsən əgər.